Davam edirik feilin qrammatik məna növlərinə. Feilin 6 dənə qrammatik məlum. Məlum növdür. Məlum növün şəkilçisi yoxdur. Məhsul növdür. Şəkilçisi ıl üstü 4, ın üstü 4 və yaxud da n-dır. Qayıdış növ ıl üstü 4, ın üstü 4 n. Şəxsiz növ ıl üstü 4, ın üstü 4 n. Qarışıq birgəl ış üstü 4 ş. İcbar növdə dır üstü 4 t. Bu qeyd edeyim ki, feilin qrammatik məna növlərinin şəkillərin hamısı leksik şəkilçilərdir. Feilin qrammatik məna növlərini izah eləməmişdən qabaq obyekt-subyekt məsələsini izah edeyim. Deyirəm ki, Əli kitabı oxudu. Nədir subyekt? Subyekt işi icra eləyəndir. Yəni, işi o icra eləyir. Şəxs odur, işi görən odur. Obyekt nədir? Obyekt üzərində iş icra olunandır. Yəni, proses onun üzərində gedir. Şimdi burada Əli kitabı oxudu cümləsində nəyin üzərində iş görür? Kitabın. Demək, kitab nə olacaq? Obyekt. Obyekt. Çünki kitabın üzərində biz iş görürük. Kitabı oxuyuruq. Kitabı oxuyan kimdir? İşin yiyəsi kimdir? Əli. Əli də olacaq subyekt. Bu forma oxud da olacaq fiil. Bir şey yadda saxlayırıq ki, bəzən hamı səhv başa düşür ki, subyekt hər zaman mübtəda olur. Fikri yanlış fikirdir. Çünki subyekt vasitəli tamamlıqda ola bilər. Bəzən də olur ki, obyekt mübtəda olur. Bu əsasən məhsul növlərdə olur. Bəs subyekt necə ola bilər ki, mübtəda olmasın? Hər zaman mübtəda olmalıdırmı? Xeyr, hər zaman mübtəda ola bilməz. Vasitə tamamlıqda ola bilər. Məsələn, deyirəm ki, yeri əkinçilər tərəfindən və yaxud da əkinçilər deməyək, deyək elə Əli tərəfindən otaq silindi. Burada ne etdi? Silindi. Nə? Otaq. Kim tərəfindən? Əli tərəfindən. İşi görən kimdir? Əli. Bu olacaq subyekt. Nəyin üzərində iş görüb? Otağın. Otaq da olacaq obyekt. Demək, indi baxırıq ki, Əli sözü burada subyektdir. Amma burada vasitəli tamamlıq olduğuna görə mübtəda deyil. Otaq sözü isə obyektdir və mübtədadır. Demək, nə ola bilər? Subyekt hər zaman mübtəda olmaya bilər. Çünki vasitə tamamlıq ola bilər. Obyekt isə mübtəda ola bilər. Bu qədər. Demək, keçirik feilin hansı növünə? Birinci başlayıram feilin məhsul növündən. Feilin məhsul növü nədir? Şəkilçisi dediyimiz kimi feilin məhsul növünün ıl üstü 4, ın üstü 4 və yaxud da ki n-dır. Ümumiyyətlə, feilin qrammatik məna növünü tapmaq üçün 2 dənə qayda müəyyən edilməlidir. Birinci qayda nədir? 1. Mütləq şəkilçi olmalıdır. Feilin qrammatik növünün şəkilçi olmalıdır. Qoy belə yazaq. Feilin qrammatik növünün şəkilçisi olmalıdır. Bu birinci qayda. İkinci qayda mütləq məna əlaqəsi olmalıdır. Yadda saxlayırıq ki, feilin qrammatik məna növünün şəkilçisi olmalı və feilin məna əlaqəsi olmalı. Bu ikisindən biri olmasa, feil avtomatik məna növünə keçir. Yəni, şəkilçi var, məna əlaqəsi yoxdur. Feil məlum növdə olacaq. Və yaxud da məna əlaqəsi var, şəkilçi yoxdur. Yenə də feil məlum növə çevriləcək. Bu iki qaydaya mütləq diqqət eləməliyik. İndi keçək nə? Feilin məhsul növünə. Feilin məhsul növündə işi görən, yəni subyekt bizə məlum olmur. Əsasən cansız əşyalar üzərində icra olunur. Əsasən. Məsəl üçün deyirəm ki, otaq silindi. Feilin qrammatik məna növünü necə tapıram? Birinci feili tapıram. Hansıdır? Silindi sözü. Sonra nə qayıram? Şəkilçini tapıram.
ardıcıl olaraq gedirəm. Siz sözün kökü inleksikdir, qrammatik. Məhsul növü şəkilçisi varmı burada? Var. İndi məna əlaqəsinə baxıram. Otaq silindi cümləsində. Otaq öz-özünə silinə bilməz. Bu mümkünsüz bir şeydir. Otaq kimsə tərəfindən silindi də, elədir. Amma silən bizə məlum deyil. Demək, bu məhsul növdədir. Və kimsə sözün və yaxud da kimsə tərəfindən sözün yerinə qoyub tapmaq olur. Otaq kimsə tərəfindən silindi. Bax, bu kimsə bizə məlum deyil. Ona görə bu olur məhsul növ. Burada diqqətli olmalıyıq. Və yaxud da başqa nömrün üzərində deyim. Deyirəm ki, yazıldı. Yazıldı. Nə qayırmalıyam? Ya, belə cümlə formasında bunu başqa cür deyirəm ki, deyirəm, dünən yazıldı, yazı, mən gələndə. Gələndən də buradan gələndə. Demək, nə qayıram? Birinci addım nədir? Fiili tapıram. Dünən yazıldı sözü fiildir. Bir də gələndə sözü fiildir. İkinci addım nədir? Mütləq şəkilçini tapmalıyam. Yazıldı sözün kök və şəkilçi ayırıram. Yazıldı. Burada ıldı var. Və gələndə sözü gəl, əndə isə fiili bağlama şəkli. Baxıram, gələndə sözündə heç bir şəkilçi yoxdur. Demək, bu avtomatik olur məlumdur. Bu getdi, bunu silirik. Yazıldı sözünə baxıram. Burada şəkilçi var. İndi ikinci qaydanı tətbiq edirəm. Şəkilçim var, plus qoyuram. Baxıram məna əlaqəsinə. Görüm iş kim tərəfindən icra olunub, kim tərəfindən icra olunduğu bilinmir. Dünən yazıldı, yazı. Cümlənin versiyada işlətmişəm ki, biraz çətin olsun. Kim tərəfindən yazıldığı bilinir, yox. Demək, nə olacaq? Məhsul növ olacaq. Kimsə tərəfindən sözünü də qoyaq. Dünən yazıldı, yazı kimsə tərəfindən. Məna verdi. Demək, nə olacaq? Məhsul növ olacaq. Və yaxud da deyirəm ki, bağça, dünən sulandı. Baxıram, birinci növbədə fiili tapıram, sulandı fiilidir. Su sözün kökü, kök və şəkilçi ayırıram. Sudan sulandı. Baxıram ki, bağça, burada ın şəkilçisi var. İndi mən nə bilim, bu məhsul növdədir. Bağçanın kimsə tərəfindən sulandığı bilinir, yox. Kimsə tərəfindən sulanıb. Bağça öz-özünə sulana bilməz ki, amma biz onu bilmirik, bizə məlum deyil. Ona görə bu nə olacaq? Məhsul növ olacaq. Bir də yadda saxlayırıq nəyi? Cümlədə subyektin bərpa olunması onun məhsul növü, məlum növə çevirmir. Məsələn, sizə belə bir sual verəcək ki, bağça, Əli tərəfindən sulandı. Siz deyəsiniz ki, mən bilirəm də, bağçanı sulayan məlumdur. Kim? Əli. Buna əsas vermirsən, buna məlum növ deyəsən. Sən yenə nə ayırırsan? Sulandı sözünə baxırsan, kök və şəkilçi ayırsan. Sulandı. Məhsul növü şəxsi varmı? Var. Bax, görsünüz, Əli tərəfindən sözü, bura subyekti mən özüm əlavə eləmişəm. Amma bu yenə də mən əsas vermir ki, mən buna məlum növ deyəm. Bu elə məhsul növ olaraq qalır. Bu bizim olur nəyimiz? Məhsul növümüz. Məhsul növə mən subyekti bərpa eləyə bilərəmmi? Eləyə bilərəm. Keçirik nəyə? Qayıdış növə. Qayıdış növün də şəkilçisi məhsul növündən eynidir. Üstü 4, üstü 4 növ. Bəs qayıdış növün məntiqi nədir? Bir şey yadda saxlayırıq ki, qayıdış növ insandan asılı ola bilməz. İşi özlərində icra edir. Obyekt də, subyekt də eynidir qayıdış növdə. Qayıdış növə insan müdaxilə eləyə bilməz. Məsələn, bu nə deməkdir? Deyirəm ki, 2 nömrə çəkəcəm. Məsəl üçün, baxaq, deyirəm ki, gül açıldı. Bir də yazıram, qapı
Qapı açıldı. Açıldı. Bir feillərin qrammatik məna növünü tapanda diqqət edirik, real həyatla əlaqələndirmək lazımdır. Gül açıldı sözü birinci ilk növbədə nə qayıram? Kök və şəkil çəkərəm. Açıldı. Açıldı. Hər ikisində ı şəkilçisi var. Şimdi mən nə bilim burada hansı qayıdış növdədir, hansı məhsul növdədir. Baxın, gül açıldı, yəni çiçəkləndi də. Bunu insan eləyə bilməz. Sən gedib gülü tutub aça bilməzsən, onun öz vaxtı var. Vaxtı gələndə o yetişib özü açılacaq. Yəni görsəz burada insanın müdaxiləsi qeyri-mümkündür. Yəni insan o müdaxilə eləyib görə bilməz. O özü yavaş-yavaş vaxtı çatanda açılacaq, işin görəcək. Ona görə gül açıldı olur, qayıdış növdədir. Çünki işi özü icra eləyir, öz üzərində icra eləyir. Burada gül həm obyektdir, həm də subyekt. Yəni qayıdış növdə obyekt, subyekt eyni sözdür. Amma qapı açıldı, qapı öz-özünə açıla bilməz. Ta indi orada durub mənə sual verməyin, mübarək insanlar. Külək vurdu, qapını açdı. Görürsünüz, külək vurdu, qapını açdı. Yəni külək olmasaydı qapı açılmayacaqdı. Qapı öz-özünə açıla bilməz. Görürsünüz, cansız bir şeydir. Bu kimlənsə kömək istəyir. Açılmaq üçün bunu mütləq ki, cəftəsini açağa fiziki güc tələb eləməlidir ki, açılsın. Ona görə də qapı açıldı sözü məhsul növdə olacaq. Gül açıldısa qayıdış növdə olacaq. Və yaxud da başqa bir nümunə deyim. Deyirəm ki, duman, çəkildi. Çəkildi. Bir də ki, şəkil çəkildi. Çəkildi. Şimdi birinci qayda. Kök və şəkil çağırıram. Görürəm ki, hər ikisində ıl var. Bəs nə bilim, qayda yoxsa məhsul. Biz reallıq budur ki, duman çəkiləndə öz-özünə çəkilir, işi özü icra eləyir. Heç bir insanoğlu, yəni əgər fövqəladə təbii bir istedada malik deyirsən, Allah tərəfindən sənə bir fitri istedad verilməyibsə, sən möcüzələr yarada bilmirsən və gedib dumanı tutub çəkə bilməzsən. Duman özü işi icra eləyəcək. Görürsünüz, biz burada qayıdış növü insan müdaxiləsi və yaxud da digər bir müdaxilə ola bilmir. Çünki işi özü eləyir. Özü istəsə çəkiləcək, istəməsə çəkilməyəcək. İnsan istəsə də belə dumanı çəkə bilməz. Və yaxud da istəməsə də belə dumanı gətirə bilməz. Görürsünüz, insan müdaxilə eləyə bilmədiyinə görə duman çəkildi olur qayıdış növüdür. Çünki işi öz üzərində icra eləyir. Amma şəkil çəkildi sözündə şəkil özü işi icra eləyə bilməz. Yəni bu nə deməkdir? Şəkil özün çəkə bilməz. Mütləq kimsə tərəfindən çəkilməlidir ki, şəkil çəkilsin. Yəni qayıdış növünə də məhsul növü belə fərqləndirməlisiniz. Daha sonra nə diqqət edirik? Göründü sözü, göründü. Bu söz istənilən vəziyyətdə qayıdış növdədir. Yəni bunu yadda saxlamaq lazımdır. Bir də qayıdış növ, onu deməmişdim deyim, məhsul növ təsirli feillərdən yaranıb təsirsiz olurlar. Düzdür, bunlar nə qədər proqramdan çıxarılsa da deyim, çünki testlərə düşə bilir. Qayıdış növdə təsirli feillərdən yaranıb təsirli olur. Amma istisnalarımız var ki, geyinmək, geyinmək, soyunmaq, soyunmaq, baxınmaq, axınmaq, daha sonra qızınmaq, qızınmaq, bir də çırmanmaq, çırmanmaq. Bunlar təsirli feillərdən düzəlib təsirli qalsalar da yenə də bunlar qayıdış növ hesab ediləcəklər. Bir də bayaq dediyim o qayda mütləq buna diqqət edirik. Şəkilçi məsələsi, məna məsələsi. Deyirəm ki, bir belə cümlə yazıram. Məsəl üçün deyirəm ki, su duruldu. 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 Bir də başqa nə yaza bilərəm? Hava qaraldı. Hava qaraldı. Qaraldı. Bir də diqqət edirsiniz nəyə? Qaraldı. Feilin məlum növü yeganə növdür ki,
yeganə növdür ki, qururca 3 cür olur. Sadə, düzəltmə, mürəkkəb. Bu olimpiyada düşmüş bir sualdır. Yerdə qalan bütün növləri ya düzəltmə olacaq ya da mürəkkəb. Sadə ola bilməz. Baxıram ki, sözü kök və şəkilçiyə ayırıram. Duruldu sözündə duru sözün kökü, lektik, yəni duru sifətinə durulmaq fiilin yaratdım, du da qrammatik. Hava qaraldı sözündə də qara sözün kökü, qara sifətinə qaralmaq fiilin yaratdım, du da qrammatik. Mən nə demişdim? Mütləq iki şeyə diqqət edirsiniz. Məna əlaqəsi, şəkilçi. Bir şey yadda saxlayın ki, fiilin qrammatik məna növün yaratmaq üçün onun şəkilçisi mütləq fiilləri artırılmalıdır. Sən sifətə, ondan sonra saya, isimə, fiilin qrammatik növ şəkilçisini artırıb, fiilin qrammatik növün yarada bilməzsən. Bu nə deməkdir? Baxıram ki, duru sözü nədir? Hansı nitq hissəsidir? Sifət. Qara sözü nədir? Sifətdir. Mən bura lıqları artırıb, sifətlərdən fiil yaratmışam. Burada məlum, məhsul növ, heç bir növ formalaşdıra bilməmişəm. Burada hər ikisi məlumdur. Niyə? Çünki burada şəkilçi yoxdur. Bəs lı nədir? Lı. Burada sifətlərdən fiil düzəldib. Niyə fiil düzəldib? Bax, mən bir dedim. Nə dedim? Dedim ki, fiilin qrammatik məna növünü yaratmaq üçün hansılardır? Məhculdur, qaydışdır, şəxsizdir, qarşılıq birgəlidir, icbardır. Bunları yaratmaq üçün mütləq onların şəkilçisi fiilləri artırılmalıdır. Amma burada baxıram ki, lıqlar olsa da fiilə yox, sifətləri artırılır. Demə, bu məlum növdür, çünki şəkilçi yoxdur. Baxın, başqa bir mənada izah edeyim bunu. Deyirəm ki, hava qaraldı, qarı aldı. Baxırıq ki, bir nə demişdim, iki şeyə diqqət eləməliyəm, şəkilçi məna əlaqəsi. Baxıram, hava qaraldı sözündə məna əlaqəsi var. Həqiqətən hava özü qaralır. Kimsə tutub bunu məcbur qaralda bilməz. Məna əlaqəsi var. Bəs şəkilçi varmı? Baxıram, burada şəkilçi yoxdur. Niyə? Çünki qara sifətinə qaralmaq fiili düzəldib. Burada fiilin heç bir növünün şəkilçisi deyil. Sadəcə adlardan fiil düzəldən şəkilçidir. Demək, şəkilçi olmadığına görə avtomatik bu olur, məlumdur. Yəni, şəkilçi ilə məna əlaqəsi ikisi də bir-birini tamamlamalıdır. Daha sonra bəzən elə sözlər olur ki, yerinə görə həm məhsul növ kimi düşünə bilirsən, həm də qayıdış növ kimi düşünə bilirsən. Bax, atıldı sözünə baxaq. Atıldı. Bir də açıldı. Açıldı. Bax, sözü cümlədə işlətmək lazımdır. Deyirəm ki, qapı, əskər, atıldı. Burada baxıram ki, atıldı. Əskər özü atılır da, kimsə tərəfindən atılmır ki. Demək, qayıdış növdür. Bir də deyirəm ki, zibil, atıldı. Baxıram ki, zibil gedib özünü ata bilməz heç ara. Zibil kimsə tərəfindən gedib atılmalı. Demək, bu nə olacaq? Məhsul növ. Və yaxud da ki, nə diqqət eləyə bilərik? Deyirlər ki, hansı fiil verir? Deyir ki, bir növdə işlənə bilər. Ən rahatı, məsəl üçün, götürsən, verib sənə at sözün, atmaq. Götürürsən, deyirsən ki, əskər, atıldı, oldu qayıdış növ. Zibil, atıldı, oldu məhsul növ. Çünki özünü atıla bilməz. Bir də deyirəm ki, düşmənlə atışdı. Düşmənlə atışdı. Bu da oldu qarşılıq birgəlik növ. Yəni, bu forma rahat tapmaq olar. Sadəcə cümlə qurmaq lazımdır. Bu oldu bizim qarşılıq növümüz. Qarşılıq növdə yenə də dediyim kimi mütləq iş özləndirir. Obyekt də subyektdə eyni şəxs olur. Demək, davam edirik fiilin hansı növünə? Fiilin şəxsiz növünə. Şəxsiz növündə şəkilçisi nədir? N. Bəs şəxsiz növün xüsusiyyəti nədir? Yadda saxlayırıq ki, şəxsiz növ fiilin yeganə qrammatik məna növüdür ki, təsirsiz fiillərdən düzəlib, təsirsiz olaraq qalır. Bəs nədir bu təsirsiz? Bu proqramdan çıxarılsa da buna toxunacaq. Təsirli fiillər nəyi sualına cavab verir? Təsirsiz fiillər isə nə et sualına və yaxud da nəyə sualına cavab verirlər?
Təsirli feillər ismin təsiri çalının suallarına cavab verilir. Məsələn, deyirəm ki, bax, nəyə, nəyə? Burada nə var? Yönlü çalının şəxsi var. Demək, bu təsirsiz feildir. Amma indi deyirəm ki, yaz. Nəyi? Görürsünüz, nəyi sualına cavab verir? Demək, təsirli feildir. Bəs bu necə olur ki, məsəl üçün, baxın, yaz feilin yaz. Təsiri feildir, nəyə sualına cavab verir? Mən buna şəkil artırsam, məsəl üçün, elə məhsul, qayıdış və yaxud da şəxs növü şəxsin yazır, nəyit? Gördünüz, nəyə sualına cavab verdi? Yəni, qayıdış növdə, ondan sonra şəxsiz növdə və məhsul növdə təsirli feillərdən düzəlib təsirsiz olaraq qalırlar. Şəxsiz növün ən çox harda istifadə olunmuş şəxsi növ feillər rəsmi işgüzar üsullarda istifadə olunur. Şəxsiz növdə də işi görən qrammatik cəhətdən məlum deyil. Yəni, subyekti tapa bilmirsən burada. Şəxsiz növdə olan cümlədə mübtəda işlənmir. Amma bərpa etmək olmur. Yəni, şəxsiz növdə işləyən bir cümlədə mübtəda işlənmir və onu bərpa etmək olmur. Bunu yadda saxlamaq lazımdır. Bəs biz şəxsiz növü necə müəyyənləşdiririk? Çünki şəxsiz növ haqqında bunu da deyim ki, şəxsiz növ feillər yalnız üçüncü şəxsin şəkilçisini qəbul edir, şəxs onluğu. Yəni, dır, üstü, dördü qəbul edirlər. Şəxsiz növ feillər yalnız üçüncü şəxsin şəkilçisini qəbul edirlər. Yerdə qalanlar etmirlər. Mən ən çox şəxsiz növ, bax, burada yazmışam, icazə verilmək, rast gəlinmək, toxunulmaq, məhəl qoyulmaq, imkan verilmək, kömək edilmək, nəzər salınmaq, əhəmiyyət verilmək, hörmət edilmək, icazə verilmək, xidmət edilmək, xidmət göstərmə və yanaşılmaq sözləri Azərbaycanda da ən çox işlənən şəxsi növ feillərdir. Bəs şəxsi növ feilləri necə müəyyənləşdiririk? Yadda bir şey saxlayırıq nəyə? Şəxsi növ feillərin qarşısına mən, sən, o, biz, siz və onlar sözlərini qoya bilmirik. Yəni, əgər bu şəxsiz növdədirsə, bunun mübtədası olmur. Mübtədanı feilə görə müəyyənləşdirə bilmirik. Şəxsiz növ işlənən cümlədə mübtəda ola bilər. Amma və lakin şəxsiz növ feilə görə mübtəda müəyyənləşdirə bilmirəm. Məsəl üçün, deyirəm ki, baxıldı. Baxıldı. Bir dənə də məhsul növ yazıram. Məsəl üçün deyirəm yazıldı. Yazıldı. Baxaq. Baxıldı sözünün qabağına gəlin bu əvəzliklərdən birini qoya bilərəm. Mən baxıldı olmur, sən baxıldı olmur, biz baxıldı olmur, siz baxıldı olmur, onlar baxıldı olmur. O baxıldı deyə bilərsən zahirən. O necə olur? Məna vermir axı. O baxıldı. Yəni, bəzən ola bilir ki, uşaqlar deyir ki, mən o sözün qoya bilirik. Bəli, ola bilər, qoya bilərsən, amma onu sən burada şəxs əvəzliyi kimi yox, işarə əvəzliyi kimi qoya bilərsən. Yəni, o cümlədə məna verəcək, sadəcə işarə əvəzliyi olacaq, şəxs əvəzliyi olmayacaq. Amma yazıldı sözünə baxıram, məhsul mübtəda qoyuram. Cümlənin qabağına deyirəm kitab, kitab yazıldı. Görsünüz, rahatçılıqla qoya bildim, niyə etdi yazıldı, nə? Kitab. Gördünüz, nə sonra cavab verdi və mübtəda oldu. Amma məsələn, baxıldı sözünə kitab qoya bilməsən. Kitab baxıldı. Sən məna vermir axı, kitab nəsə baxılır. Ona görə görsünüz, mübtəda bərpa etmək olmur. Bax, məhsul növün, üzr istəyirəm, şəxsiz növün məntiqi budur. Sən cümləyə mübtəda qoya bilmirsən, xəbərin mübtədasını tapa bilmirsən. Bəs necə ola bilər ki, şəxsiz növ işlənmiş cümlədə mübtəda ola bilərmi? Bəli, ola bilər. Deyirəm ki, işə baxılanda, baxılanda mən gəldim. Nə etdim? Gəldim. Kim mən? Nə zaman? İşə baxılanda. Burada baxılanda sözü şəxsiz növdədir, amma mübtəda var. Niyə? Cümlədə ola bilər. Amma cümlənin xəbəri şəxsiz növdürsə, o cümləyə mübtəda bərpa eləmək olmur. Məsəl üçün, belə olsaydı ki, mən gələndə işə baxıldı.
Baxıldı. Baxın, burada cümlənin xəbər nədir? Baxıldı fiilidir, şəxsiz növdədir. Burada mübtəda tapa bilməzsən. Niyə etdi? Baxıldı, nəyə, işə, nə zaman mən gələndə. Gördünüz, mübtəda yoxdur. Bu olur bizim nəyimiz? Şəxsiz növ fiilimiz. Fiilin qarşılıq birgəlik növünədir. Baxırıq ki, burada şəkilçisi iş üstü 4 və yaxud da şıdır. Fiilin qarşılıq birgəlik növündə adında göründüyü kimi qarşılıq və birgəlik olur. İş qarşı-qarşıya icra olunur. Nədir qarşılıq növ? Fiilin qarşılıq növündə işi biz qarşı-qarşıya icra etməliyik. Yəni biz buna formal olaraq yox, həm hərfi mənada, həm də ki, leksik mənada baxmalıyıq ki, işlər qarşı-qarşıya görülsün. Mən üçün deyirəm ki, uşaqlar döyüşdü. Döyüşdü. Birinci qaydanı tətbiq edirəm. Kök və şəkil çəkirəm. Döyürsən ki, döyüş olur. Düydə burada qrammatik şuurlu keçmiş zaman şeysi. Və məna əlaqəsinə baxıram. Uşaqlar döyüşəndə necə döyüşür? Heç kim böğür-böğürə, nə bilim, arxa-arxaya döyüşmür. Da hamı döyüşəndə qarşı-qarşıya gəlirsən, qarşılıq döyüşürsən. Demək, bu nə olacaq? Qarşılıq növ olacaq. Həm şəkilçi var, həm də məna əlaqəsi var. Və yaxud da deyirəm ki, düşmənlə atışdılar. Atışdılar. Kök və şəkil çağırıram. Atışdılar. Baxıram ki, düşmənlə atışanda gedib böğür-böğür atışmırsan ki, düşmən sənin hər zaman qarşındadır. Demək, iş qarşı-qarşıya icra olunduğuna görə bu olur qarşılıq növ. Yəni, məna əlaqəsi budur. Daha sonra deyirəm ki, yazışdılar. Uşaqlar, telefonla, telefonla yazışdılar. Yazışdılar. Baxıram ki, yazışanda biz qarşı-qarşıya yazırıq. Yəni, telefonu qarşımıza qoyuruq, o da telefonun qarşısına qoyuruq, yazışırıq. Demək, bu nə olacaq? Qarşılıq növ olacaq. Bəs nədir birgəlik növ? Birgəlik növ, demək, qarşılıq növdə də bir şey deyim ki, qarşılıq növdə təsirli fiillərdən yaranıb təsirsiz olurlar. Birgəlik növ nədir? Adından da göründüyü kimi iş birgə icra olunur. Birgə formada, cəm formada, tək ola bilməz. Şəkilçisi də iş üstü şıdır, eyni şeydir şəkilçi. Məna əlaqəsindən tutmaq lazımdır. Məsəl üçün deyirəm ki, uşaqlar gülüşdülər. Gülüşdülər. Baxıram ki, gülüşmək nə deməkdir? Bir neçə adamın yığılıb gülüşməyidir. Bir şey yazda saxlayın ki, qarşılıq və birgəlik növdə bir subyekt heç vaxtı ola bilməz. Qarşılıq, birgəlik növdə ən azı 2 subyekt olmalıdır. Niyə? Sən qarşılıq hərəkət edəndə qarşında bir nəfər də olmalıdır ki, orada məsələn qarşı-qarşıya gələsən. Demək, burada 2 dənə subyekt var. Birgəlik növdə də bir neçə subyekt ola bilər. Və ona görə birgəlik növdə ən azı 2 dənə, ən az 2 dənə subyekt olur. Baxıram ki, gülüşəndə biz necə gülüşürük? Birgə gülüşürük. Birgə gülüşürüksə bu birgəlik növdür. Və yaxud da deyirəm ki, toplaşdılar. Toplaşdılar. Baxıram ki, biz toplaşanda birgə toplaşırıq. Demək, bu nədir? Birgəlik növ olan fiillərdir. Birgəlik növündə məntiqi odur, iş birgə icra olunur. Və yaxud da ki, hürüşdülər. Hürüşəndə, yəni bir dənə it tək hürmür də, bir neçə it deyirik. Bir neçə it hürüşdülər deyirik. Yəni, hürüşdülər deyəndə burada bir neçəti nəzərdə tuturuq. Demək, hürüşdülər. Burada da birgəlik növ olacaq. Birgəlik növ yadda saxlayırıq ki, hər zaman cəmdə olur. Yəni, şəxsləri cəmdə olur, təkdə ola bilməz. Qarşılıq birgəlik növdə isə həm təkdə, həm də cəmdə ola bilər. Məsəl üçün deyirəm ki, yazışdım. Yazışdım. Təkdədir. Yazışdıq. Yazışdıq isə cəmdədir. Kim yazışdı? Biz. Kim yazışdım? Kim mən.
Görürsünüz, həm təkdə ola bilər, həm cəmdə. Amma birgəlik növü sən təkdə işlədə bilməzsən. Bir də birgəlik növü məntiqi nədir? Baxın, birgəlik növün qabağına mən qoya bilməzsən. Baxın, bir sual üzərində izah edeyim. Məsələn, gəzişmək. Gəzişmək. Bu məlum növdə olan fiildir. Niyə? Çünki deyə bilirəm ki, mən gəzişdim. Mən gəzişdim. Mən gəzişdim. Gəzişdim. Gördünüz, təkdə işlədə bildim. Demək, bu nə olacaq? Məlum növ olacaq. Niyə məlum növ olacaq bu? Çünki sən özün tək gəzişmirsən. Birgəli növ olsaydı birgə, ən azı 5-6 şəxs olmadı və burada mən əvəzliyini qoya bilməzdim. Məsəl üçün desəm ki, ağlaşdıq, ağlaşdıq. Ağlaşdıq. Burada deyə bilməzsən mən ağlaşdıq. Görürsünüz, təkdə işlədə bilmirik. Yəni bu formada tapa bilərsiniz. Əgər söz birgəli növdəsə, onun qabağına mən şəxs əvəzliyini qoyub deyə bilməzsən. Daha sonra nə diqqət edirik yenə də burada? Şəkilçi məna əlaqəsində. Deyirəm barış, barışdıq. Yaxşı yazaq. Barışdıq. Və güləşdik. Güləşdik. Daha sonra məktublaşdıq. Məktublaşdıq. Baxırıq ki, uşaqlar, barışdıq sözündə, baxın, görün, bu hansı növdə olacaq? Birinci qayda kök və şəkilçi ayır. Sözün kökü bar olmaz. Barışdı. D zaman qış şəxs olur. Burada şəkilçi var mı? Yox. Demə, avtomatik oldu, məlum növ. Güləşdik sözündə sözün kökü güldür. Sən güləndə güləşmirsən. Demək, güləş sözün köküdür. D zamanında qış şəxs oldu. Bu olacaq məlum növ. Niyə şəkilçi yoxdur? Məktublaşdıq sözünə fikir verin uşaqlar. Məktublaşanda qarşı-qarşıya məktublaşırsan. Kök və şəkilçi ara məktub. Məktubla söz yoxdur. Məktublaş var. D qrammatik, K qrammatik. Bəs burada məna əlaqəsi var. Bəli, məna əlaqəsi var. Məktublaşında qarşı-qarşıya məktublaşsan. Hanı şəkilçi? Şəkilçi yoxdur axı burada. Görürsünüz, laş parçalamayıb. Demə, avtomatik nə olacaq? Məlum növ olacaq. Və yaxud da ki, məsləhətləşdik. Məsləhətləşdik. Məsləhətləşini bircə məsləhətləşirik. Bəs görək bu fiil hansı növdə olacaq? Məsləhət sözün kökü məsləhətlə yoxdur. Məsləhətləşdik var. Demək, bu nə olacaq? Məlum növdə olacaq. Niyə? Məna əlaqəsi var. Amma şəkilçim yoxdur. Ləş burada parçalanmayıb. Demək, avtomatik hansı məna növündə olacaq? Məlum növdə. Bir də nə diqqət edirik? Yığışmaq, yığışmaq və toplaşmaq, toplaşmaq fiilləri birgəli məzmun daşıyır və işlənir. Qarşılıq məzmun daşımırlar bunlar. Bunlar birgəli məzmun daşıyırlar. Yığışmaq sözü isə, yığışmaq sözü həm məlum ola bilər, həm də ki, birgəli növ ola bilər. Yığışmaq. Baxın, deyirəm ki, uşaqlar yığışdı. Burada yığışçı yığışdı olur. Bu olur birgəli növ. Bir də deyirəm ki, gözüm ondan yığışdı. Gözüm ondan yığışdı. Burada baxıram ki, bu məlum növdür. Niyə? Çünki şicr eləyən bir nəfərdir. Gözümdür, mənim gözüm. Mənim birinci şəxsdir. Yəni bircə anlayış yoxdur. Burada tək anlayışı var. Ona görə bu nə olacaq? Məlum növ olacaq bu forma. O formada təkliyi bildirəndə. Daha sonra nə diqqət edirik? Büzüşmək sözüdür. Üzüşmək. Daha sonra gəzişmək. Daha sonra qızışmaq. Bir də ki, girişmək.
qızışmaq. Bunlar məlum növdə olan fiillərdir. Niyə? Deyirəm ki, mən qızışdım, mən işlətdim, əvəzlik olaraq birinci şəxsin təki. Avtomatik görürsünüz, təkli işlədə bilirəmsə məlum növdədir. Əgər bunlar birgəlik növü olsaydı, mən bunlar təkli işlədə bilməzdim. Qabağına mən əvəzliyini qoya bilməzdim. Mən girişdim, mən qızışdım, mən gəzişdim, mən büzüşdüm. Bunlar avtomatik məlum növə düşür. Niyə? Çünki mənlə işlədə bilərəm. Keçirik fiilin icbar növünə. İcbar növü nə deməkdir? İcbar növ ərəb mənşə sözü məcbur etmək deməkdir. Şəkilçisi dır üstü 4 və t-dır. İcbar növdə yadda bir şey saxlayırıq ki, fiilin yeganə qrammatik məna növüdür ki, təsirli fiillərdən düzəlib təsirli olaraq qalırlar. İcbar növdə ən azı 2 subyekt olmalıdır. Ən azı bir subyekt heç vaxt ola bilməz. Çünki icbar növü işi kiməsə gördürtdürür, özü görə bilməz. Birinci şəxs, yəni mən işi görə bilmərəm. Mənə icazə vermir işi görməyə. Ona görə də icbar növdə ən azı 2 subyekt olmalıdır. 3 dənə də ola bilər, 4 dənə də ola bilər. Bu cümlədən asılıdır. Məsəl üçün deyirəm ki, kitabı, kitabı yazdır, yazdır, yazdırdı. Belə deyirəm. Baxın, kitabı yazdırdı sözündə birinci nağıram, kök və şəkil çəkirəm. Yaz, yazdırmaq, d da nədir burada? Şudur keçmiş zaman. Baxıram şəkilçi var və indi məna əlaqəsinə baxıram. Kitabı yazdırdı deyəndə mən işi görmürəm. Mən kitabı yazdırdı deyə bilmirəm. İcbar növün qabağına mən qoya bilməzsə, kitabı kiməsə yazdırıb bu. Məsəl üçün, Əli gəlib Vəliyə deyir ki, kitabı yazdır. Yəni, Əli işi görməyib. Vəli də başqasını iş icra elətdirir və yaxud da özü icra eləyib. Birinci şəxs heç vaxtı işi icra eləməz. Buna icbar növ deyirlər. Və yaxud da deyirəm ki, quyu, babam, b-a-b-am, fəhlələrə, fəhl-ə-lə-ərə, fəhlələrik. Fəhlələrə quyu qazdırdı. Qazdırdı. Baxın, burada işi görən babam deyil. Babam fəhlələrə əmr edib. Fəhlələr də gedib quyunu qazıb. Burada quyu olur obyekt, fəhlələr olur subyekt, babam da olur subyekt. Babam birinci subyektdir, çünki əmr edəyəndir. Fəhlələr olur ikinci subyekt, işi görəndir. Quyu isə olur obyekt. Bu bizim icbar növümüzdür. İcbar növ nə deməkdir? Məcbur etmək deməkdir. Bəs biz burada nəyə diqqət eləməliyik? Ən əsasda baxın, icbar növdə 2 subyektin ikisi də eyni anda iştirak eləyə bilər. Burada problem yoxdur. Ola bilər biri iştirak eləsin, biri iştirak eləməsin. Məsəl üçün, bir haqqı cümləni yazsam, bunu yazması oldular. Deyirəm ki, babam, b-a-b-am, fəhlələrə, fəhl-ə-lə-ərə, quyu qazdırdı. Qazdırdı. Bir də deyirəm ki, babam, b-a-b-am, quyu qazdırdı. Qazdırdı. Baxın, birinci cümlədə subyektin ikisi də iştirak eləyib. Babam, birinci subyekt, fəhlələr, ikinci subyekt. Amma ikinci cümlədə birinci subyekti iştirak edib, ikinci subyekt yaddan çıxıb. Babam quyu qazdırdı. Özü qazmayıb, kiməsə qazdırıb. Yəni, burada bir dənə subyektin olmağı o demək deyil ki, bu məlum növdədir və yaxud da hər hansısa icbar növdə deyil. Sadəcə o birisi subyekt gizlində, onu bərpa eləyə bilərəm. Babam Əliyə quyu qazdırdı, Vəliyə quyu qazdırdı, Şəliyə quyu qazdırdı, Əlövsət dayıya quyu qazdırdı. Və yaxud da deyirəm ki, kitabı oxutdu, oxutdu. Oxu nəyi, oxut nəyi? Görürsünüz, təsiri fiildən gələm, təsir olaraq qalır. Özü oxumayıb, kitabı oxutdu. Kiməsə oxutdu. Əgər işi mən özüm icra eləyirəmsə, bu məlum növ olur. İcbar növ olmur. Demək, bu fiillər bildir, yandır, qızdır, göndər, qopart, inandır,
öldür, sındır, çatdır, qaçdır, dəyişdir, güldür, etdir, qaldır, geyindir, soyundur. Bunlar məlum növdə olan fiillərdir. İcbar növdə deyil. Niyə? Çünki baxıram ki, bax, yandır sözünə baxıram. Yandır. Biri yan, nəyid? Yandırdı deyirəm də. Baxıram ki, yan, nəyid? Təsirsiz fiildən düzəlib, təsirli olub. Yandır nəyi? Bu birinci əsasım odur. Niyə? Çünki icbar növ təsirli fiildən yaranıb, təsirli olmadı. Bu da təsirsiz fiildən təsirli fiil yaranıb. Ona görə icbar növdür. Həm də yandırdı. O yandırdı. Görsün, birinci şəxsləri mən, sən, onu qoya bilirəmsə qabağına. Bu icbar növ ola bilməz. O yandırdı. Və yaxud da deyirəm ki, qopart. Qopart. D. Qopart. Kim? Sən. Görsünüz? Səni qoya bildim. Sən nədir? Təkdədir. İcbar növsə təkdə ola bilməz. Demək, məlum növdədir. Və yaxud da öldür. Kim? Sən. Sındır. Kim? Sən. Nümayiş etdir. Kim? Sən. Görsünüz? Sən qoya bildiyimə görə bunlar dəyişir. Yəni, məlum növə çevrilirlər. Çünki icbar növün qabağına mən, sən, o əvəzliklərini qoya bilməzsən. Əgər qoya bilirsənsə, o məlum növdür. Daha sonra istisna olaraq yandır, gətir, söndür və yandırt sözləri icbar növdə. Düzdür, yazdır, kim, sən, gətirt, kim, sən, söndür, kim, sən, yandırt, kim, sən. Bunlar sən qoya bilirsən. Bunlar istisna olaraq icbar növ hesab olunacaq. Bax, ümumi olaraq yekunlaşdırsaq, qarşılıq birgəlik növdə icbar növdür ki, bunlarda bir neçə subyekt olur və işi icra eləmək üçün bir subyekt ola bilməz. Feilin məlum növü, yeganə qrammatik məlum növdür ki, sadə düzəltmə mürəkkəb olur. Yerdə qalan hamısı nə olmalıdır? Düzəltmə olmalıdır. Və sadə ola bilməz. Ya düzəltmə olacaqlar, ya da mürəkkəb olacaqlar. Bir də nəyə diqqət edirik? Bəzən testlərdə yazılır və yaxud da kitablarda yazılır ki, feillərdən yaranmayan sözlər ola bilməz. Feilin takkidə məlum növü və yaxud da məhsul növü ola bilməz. Bu yanlış fikirdir. Niyə? Deyirəm ki, hava deməyək də, məsəl üçün, qurut yox. Bəzən testlərdə olur ki, feillərdən yaranmayıbsa, bu feilin ancaq məlum növü olar. Yəni, bir şey yadda saxlayırıq ki, digər nitq hissələrinə yaranan sözlər məlum növdə olur. Amma hər zaman olur yanlış fikirdir. Niyə? Baxıram ki, qaraldıldı sözünə, qara sözün kökü l leksik, t leksik, l leksik, d qrammatik. Burada baxın, sözün kökü hansı nitq hissəsi, qara sifəti. Amma söz hansı nitq hissəsindən düzəlib? Qaradılmaq fiilindən, qaraltmaq fiilindən. Demək, bu yanlış fikir olacaq. Bir də nə diqqət edirik burada? Çevrilmək, bürüşmək, qovrulma və qovrulmaq. Baxın, dilimizdə sizə testlərdə görərsiniz ki, məsəl üçün deyirlər ki, əskər, çevrildi. Deyirlər ki, bu qayda növdədir. Baxırsan ki, icra eləyən kimdə əskərdir. Məna əlaqəsi var. Amma bir şeyə diqqət edin. Dilimizdə çevril sözü yoxdur. Çevril var. Çevrilmək fiili var. Bax, görsünüz, burada yoxdur. Demək, sözün kökü nə olacaq? Çevirildi. Ona görə də biz bunu məlum növdə götürməliyik. Çevrildi. Çevri dürüst deyirəm. Sözdə dilimizdə çevri sözü yoxdur. Çevril sözü var. Ona görə bu məlum növ olacaq. Amma bu belə olsaydı ki, çevrildi, əskər çevrildi. Bunu bəli, qayda növdə götürə bilərdin. Çevir sözün kökü illeksik, qrammatik. Bu olar. Amma çevrildi sözündə sözün kökü çevir deyil, çevrildi elə. Çünki çevir deyə bir söz yoxdur dilimizdə. Eyni qayda ilə qovrulmaq sözündə də. Məsələn, deyirəm ki, arpa
arpa qovruldu. Qovruldu. Məlum növdədir. Niyə? Çünki qovur sözü yoxdur dilimizdə. Qovrulmaq var. Bu da sadə olur və məlum növdə olur. Daha sonra, amma belə olsaydı ki, qovruldu. Bu artıq olacaq idi nə? Məhsul növ. Çünki qovrul sözü var dilimizdə. Bir də məlum növ haqqında danışmadım, onun haqqında da danışım. Bax, niyə bunu axıra saxladım? Əgər fiil hər hansısa bir qrammatik məna növdə deyilsə, şəkilçi yoxdursa, sadədirsə, bu avtomatik məlum növdədir. Məsəl üçün, baxıram ixtiyari bir söz götürürəm. Deyirəm ki, mən gəzməyə gedirəm. Gedirəm. Baxıram gedirəm fiilinə. Gez sözün kökü ir zaman əm şəxs sonluğu. Məlum növdədirmi? Bəli. Niyə? Şəkilçi yoxdur. Və yaxud da ki, diqqət edirik nə? Fiilin qrammatik mənavlarını necə tapırsan? Sənə ixtiyari söz verirəm ki, yazıldı. Ta ki, kitab. Kitabı. Sonra gül açıldı. Əskərlər. Atışdı. Və yaxud da ki, quyu qazdırıldı. Qazdırdı. Quyu qazdırdı. Baxın, yazıldı sözünə yazıldı. Baxıram məna əlaqəsində kitab öz-özünə yazıla bilməz. Demək nə olacaq? Məhsul olacaq. Bir də bura yazıram ki, yazdı. O kitab yazdı. Kitab. Baxıram ki, gül açıldı. Şəkilçi var, məna əlaqəsi var, demək qayıdış növdədir. Əskər atışdı, şəkilçi var, qarşılıq növdür. Quyu qazdırıldı, şəkilçi var, məna var, demək icbar növdür. Amma kitab yazdı sözündə sadə sözdür. Demək, burada heç bir qrammatik növün, yəni məhsul, qayıdış, şəxsiz, icbar, qarşı birgə növün şəkilçisi yoxdursa, avtomatik həmən fiil olacaq məlum növ. Bir də nə diqqət edirik? Sonuncu leksik şəkilçiyə görə fiilin qrammatik mənavı müəyyənləşdirilir. Məsəl üçün deyirəm ki, kitab yazdırıldı. Burada deyərsizkar məlum. Bax, yazdırıldı. Burada yazdırdır şəkilçisi var. Təsiri feilindən yaz feilindən gəlib, yazdır təsiri olaraq qalıb və icbar növdədir. Xeyr, sonuncu leksik hardadır? Bax, bu şəkilçidir. Yazdırıldı. Nəyin şəkilçisidir? Məhsul növün, şəxsiz növün və qayıdış növü. Məniyə baxıram ki, kitab öz-özünə yazdırıla bilməz. Kimsə tərəfindən yazdırılıb. Məna deyir ki, məhsul növdür. Şəkilçini burada görürəm, bəli. Deyəm, bu icbar növdə deyil, məhsul növdədir.